Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu günlərim sizlərə yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərim Azərbaycan, Rus və Türk kanallarının sizlərə necə baxmaq olar, rahat şəkildə baxmaq olar. Video internet vasitəsilə təkcə Samsung televizorunuzda, LG televizorunuzda, TV Box aparatlarınızda, yəni hamısında rahat şəkildə baxa biləcəksiniz. Bizim videomuzu ard-arda izləyin, zəhmət olmasa. Və yorumlarda da bir dənə çox sağ ol sözünü bizlərə yazarsınız əziz izləyicilər. Əziz dostlar, bax diqqətli şəkildə baxın. Deməli, TV Box aparatlarında televizor proqramını işlədəcəksiniz. Bircə dəqiqə. TV Box aparatında işlədəcəksiniz. TV Box aparatı TV Box-da 9 televizyon proqramını yükləyəcəksiniz. Televizyon proqramında yükləməkdən ötəri girirsiniz Google Play Market-ə, oku basırsınız, Play Market-dən mən dediyim bu proqramı yükləyirsiniz. Proqramın adı televizordur. Bir də nəzərinizə saxlayayım, əziz dostlar, bu televizor proqramı sizdə yoxdursa, evinizdə, məsəl üçün, axtarırsınız, həmin bu kanalın nə olduğunu yazırsınız, indi mən burada rahat şəkildə deyə bilmirəm. Orada axtarırsınız, yəni liboy bir proqrama yazmaq olar bunu. Yəni siz narahat olmayın. Bu televizor proqramını yükləyirsiniz. Əgər bu yoxdursa, LG televizorları üçün deyirəm. LG televizorları həmin bu proqramı yükləyə bilər. Proqramın adı 9 xtrm. Bu proqramdır. Bu proqram. Bu proqramı yükləyib rahat şəkildə baxa bilərsiniz. Yox, məsələn, Samsung televizorudursa, indi Samsung televizorlarının bəzi bunu açacaq, bəziləri açmayacaq. Onun da səbəbini həqiqətən bilmirəm. IPTV Smart S Pro. Smart S Pro yazılır. Yəni bunlarda rahatlıq şəkildə, yəni baxa biləcəksiniz. Smart S Pro yox ha, əziz izləyicilər. Bax bu yox. Bax bu yox. Bu Smart S Pro yox. Bax diqqətli şəkildə baxın, biraz yaxınlaşdırın. Bax bu yox. Əziz izləyicilər. Və yaxud da TV Mate bu proqramda da rahat şəkildə yaza bilərsiniz, yəni baxa bilərsiniz. Həmin bu proqram hamısını dəstəkləyir. Bu günlərim mən deməli televizor proqramında yazacağam və ətraflı şəkildə sizlərə göstərəcəm. Zəhmət olmasa kanalımıza abunə olun və bildirimləri tüm şəkildə aktiv edin ki, bizdən gələn indən sonra bütün videoları qaçırmamaq üçün, tez girmək üçün. Bir də əziz izləyicilər, zəhmət olmasa WhatsApp nömrəmizə bu işlədi, işləmədi, yəni bunların hamısını biz yazırıq rahat şəkildə. Belə şeyləri yığışdırağın. Çünki mən WhatsApp nömrəmizi sadəcə pulla almaq istəyənlər bizlərə müraciət eləsin. Bu videodakı rahat bir şəkildə baxmağınız üçün yəni burada hamısına aydın şəkildə başa salınır. Nə var ki, birinci öz adınızı yazırsınız. Məsələn, hər hansı bir T hərfi də qoya bilərsiniz. Qoydunuz, next pronovkasını basırsınız. Yenə də deyirəm, bu sadəcə bilgiləndirmə məqsədi ilə paylaşılmış videodur. Heç bir təhlükəli və politik qaydalarını pozan bizim kanalımızda heç bir video yoxdur. Sadəcə eğitim məqsədi ilə çəkilmiş bir videodur. Rahat şəkildə evinizdə baxmaq istəyirsinizsə, bizim bu kanalımızı axıracan izləyin, zəhmət olmasa. Əziz izləyicilər, indi isə kodu yazıram. İkinci hərfə düşdükdə isə hamısı kiçik hərflərdən olacaqdır. Kiçik hərflərdən olacaqdır. Diqqətli şəkildə baxın. Bizim yəni sarı hərflərdən yazırıq burada hamısına aydın şəkildə. Yəni qabağına 2 nöqtə yazırıq. Yəni ikinci cərgə deməkdir əziz izləyicilər. İkinci cərgə. Yəni onu yazmağa ehtiyac yoxdur o 2 nöqtəni. Yəni o ikinci cərgə deməkdir. Sonra isə next pronovkasını basırsınız, düşürsünüz
bu hissəyə. Bax, bu hissədə də ki, bax, diqqətli şəkildə baxın, 3 nöqtəni yazıram. Əziz izləyicilər, bax, bir şey başa salın. 9 xitirəmdə LG televizorları yazanlar. LG televizoru yazanda orada 3 dənə çıxacaqdır. Siz ikincini, 2 nöqtəni birinciyə yazacaqsınız. Üçüncünü 2-yə yazacaqsınız. 4-ü 3-ə yazacaqsınız. Bax, çox asan bir şeydir. Burada heç bir çətinlik bir şey yoxdur. Yenə də deyirəm, bilgiləndirmə məqsədi ilə paylaşılmış bir videodur. Əziz izləyicilər, bax, sizlərə bir şey nəzərinizə saxlayım. Gedib ümumiyyətcə 2-0-a, yəni bildinizlər nə demək istəyirəm. O qiymətə ümumiyyətcə şey yoxdur. Bu kanallar yoxdur. Kim sizi alladır, neynir bilmirəm. Tək özünüz üçün yoxdur. Ha, yəni 3-4 dənə adam üçün var. Amma onlar da ki çox belə rahatlıq şəkildə işləmir. Almaq istəsəniz, yəni bizlərə müraciət eləyin, zəhmət olmasa, çəkinməyin. Bir günlük baxmaq üçün də yəni 24 saatı, 4 saatlıq da test də olur. Yəni bilməyiniz üçün deyirəm bunları. Gedib yalandan cazı alırsınız bilinməyən yerlərdən, yəni panel sahiblərinin özündən alın, birbaşa. Əziz izləyicilər, bunun axırdan A hərfi böyükdür, ortasındakı H hərfi kiçikdir, sonra isə D hərfi böyükdür, 3-cü cərgənin. Bax, diqqətli şəkildə baxın. Düzgün şəkildə yazdıqdan sonra artıq keçirik alt hissəyə. Alt hissənin də başlığı tıpı olan 2 xəttə kimi yorumlarda sabitləyirəm. Birinci yorumlarda kanalımıza abunə olan hər bir şəxs orada görəcəkdir. Sonra isə bütün hamısını 4'ü yazmamaq şərtindən, başlayırsınız. Məsəl üçün A, F, məsəl üçün bu yazmışam. Sonra nöqtəni, sonra xeyezeni, sonra 2 alt nöqtə və 82 xəttə kimi. Bir xəttə kimi, axıra kimi yazırsınız bunu. Yəni burada heç bir çətinlik yoxdur. Sadəcə eğitim məqsədi ilə paylaşıram bu videoları. Zəhmət olmasa axıracan izləyin. Dəqiq şəkildə izləyin ki, başa düşə biləsiniz. Çox qəşəngdə işləyir. Yəni həqiqətən evinizdə indi baxdıqca görəcəksiniz. Bu donur, bu belə eləyir, bu şey eləyir. Yəni bunları yığışdırağın. Çünki buna bəlkə 1000 dənə adam girir. Bunun belə donması da normal bir şeydir. Donmamaq istəyirsinizsə şəxsi özünüz üçün alın. Ya bizdən alın, ya başqa yerdən. Mən kiməsə məcbur eləyə bilmərəm. Amma sertifikatlı, qanuni şəkildə almağınızı məsləhət görürəm. Altı üst, bax 80 olana kimi yazırsınız bitişik şəkillər, nöqtələr. Bunların hamısını qoyun zəhmət olmasa. Heç bir politik qaydalarını pozan, sadəcə bilgiləndirmə məqsədi ilə paylaşıram bu videoları, əziz izləyicilər. Diqqətli şəkildə baxın. Bax, diqqətlə baxın, hamısı qaydalara uyğun şəkildə yazdı. Yenə də hər hansı bir proqramı yüklədikdə antivirus proqramından yoxlamağınızı sizlərə məsləhət görürəm. Çünki antivirus proqramından keçirdikdə daha uyğun şəkildə olur. Yəni bunları nəzərdə saxlayın. Diqqətli şəkildə baxın. Azərbaycan, Rus bütün kanallar hamısı olacaqdır. Əziz izləyicilər, bu yaxın zamanlarda artıq bizdə cross aparatların bax çeşidləri var bizdə. Hələ kiçik bir hissəsini göstərirəm. TV box aparatların, kameraların necə quraşdırılmağı, necə qoşulmağı, zaten hamısı haqqında da məlumatlar gələcəkdir bizim kanalımızda. Zəhmət olmasa videomuzu axıracan izləyin, axıracan izləməyiniz sizlərə tövsiyə edirəm. Həm də bizlər üçün çox yaxşıdır. Bir də əziz izləyicilər, bax burada bir şey sizə deyim. Bax buradan çalma listəsinə girirsiniz. Çalma listəsinə. Burada həmin bu kodun üzərinə gəlirsiniz. Burada EPG ayarlarını bağlayırsınız. Çünki tez-tez oradan şey gəlir. Adam bütün əsəblərinə toxunur.
Burada bunları hamısını bağlayırsınız. Sonra isə evetə basırsınız ki, yaddaşa düşsün. Artıq bütün kanallar bizim qarşımızdadır və elə belə göstərmək üçün yenə göstərirəm. Azərbaycan